Aziz dostlar, değerli dostlar, bugün ben yine de sizin görüşünüze gelmişim. Bugünkü görüşümüz benim değerli dostlarımdan biri olan Nicat Ertürk'ün bir poeziya numunesinden, bir şeirinden olacak. Aziz dostlar, Nicat Ertürk, şair, publisist, Azərbaycan Yazıçılar Birliği'nin üzvü, Qızıl Qələm mükafatı laureatıdır. Nicat Ertürk. Elimde gördüğünüz bu kitap Nicat Ertürk'ün ana həsrəti kitabıdır. Həmin bu kitaptan olacak Nicat Ertürk'ün həmin o poeziya numunəsi, həmin o şeiri. Onu hatırlatmak istəyirəm ki, may ayının 31'i Nicat Ertürk'ün doğum günüdür değerli dostlar. Bu poeziya numunəsi hem de Nicat Ertürk'e bir hediye olacak değerli dostlar bizim taraftan. Nicat Ertürk benim çok değerli dostlarımdan biridir. Benim için çok aziz insandı, çok değerli ziyalılarımızdandı Nicat Ertürk. Mənə qardaş qədər əziz bir şəxsiyyətdir Nicat Ertürk. Son derece sadə, təvəzzökar, ne ettiğini bilen, hansı addımları attığını bilen, mert, sözü bütöv, sözünün yiyəsi olmağı bacaran, sözün əsl mənasında ziyalı dostlarımızdandır Nicat Ertürk. Hatırlatmaq istəyirəm ki, may ayının 31'i Nicat Ertürk'ün doğum günüdür. Bu biz tarafından, benim tarafımdan Nicat Ertürk'e bir hediye olacak. Nicat Ertürk hələ cavandır. 44 yaşı tamam olur Nicat kardeşimizin. Onun uğurları hələ çok karşıdadır. Nicat Ertürk'ü çok uğurlar gözləyir. Ben onun uğurlarına inanıram. O çok mübariz karakterli bir şəxsiyyətdir Nicat Ertürk. Nicat kardeşim, əzizim, mən sənə uğurlar arzulayıram. Uğurların həmişə olsun, davamlı olsun. Asif kardeşin de eşitsin, sənin uğurlarına sevinsin, fəxr eləsin, gürur hissi yaşasın. Səninlə, sizinlə, doğmalarınla bir yerde. Ben bir fikir söylemiştim bir defa. Allah anana rəhmət eləsin, atana uzun ömür, can sağlığı versin ki, senin kimi bir değerli bir mərd oğul veriblər bu cəmiyyətə, bu dostluğumuza, bu elə, bu obuya, bu vətənə. Bu video sizdendir değerli dostum. Əziz tamaşaçılar, değerli dostlar, Nicat Ertürk'ün bu poeziya nümunəsinə baxın. Dediğim kimi Nicat Ertürk'ün doğum günüdür. Onun arzularınızı bildirin, fikirlerinizi yazın ve görsün Nicat Ertürk şad olsun, sevinsin. Biz de sevinək bir yerde sizinle beraber aziz dostlar. Uğurlar arzulayıram her birinize. O cümleden Nicat kardeşime, Nicat Ertürk'e. Al əlinə qələmi, götür dəftəri, götür. Çağırıram debata, çıx özünü gəl yetir. Yazaq xalqın dərdini, publisist şair kimi. Ucalsın haqqın səsi, deyək elin dərdini. Mən bir qoca çınar tək dayanmışam mübariz. Sözlərim bir ümmandır, şeirlərimsə dəniz. Çıx ortaya adına şair deyən şeirbaz. Debata səsləyirəm, qaçıb gizlənmək olmaz. Təkəbbürün incidir yerin damarlarını.
çıx qarşıma, söz deyək, ovuşdurma qarnını. Çox görmüşəm sənin tək boğazdan danışanlar, min cildə girənlər, yalandan gurlayanlar, qafiyələr uydurub şair demə özünə, hecaları toplayıb dürtmə elin gözünə, şair xalqın dərdini öz dərdi tək biləndi, el dərdinin yükünə şeirində can verəndi. Niyə səsin gəlmir, çəkilmisən qınına? Bəhanələr uydurub şal bağlama alnına. Mən türkün ər şairi, böyük söz ustadıyam, ədəbiyyatın şahı, şeirin Allahıyam. Özünə inan varsa, çıx önümə söz denən. Sözlərim ünvanlıdır, sözlər toxunsun sənə. İçindəki sözünü üzə deyə bilməyən, bu aləmdə heç kəsə bil ki, gərək deyilsən. Mən bir qoca çinaram bu yurdun mərkəzində, ən böyük kral mənəm şeirlər aləmində. Sözü olan buyursun, girsin ər meydanına, bu dəvəti edirəm Nicat Ertürk adına. Sözü olan buyursun, girsin ər meydanına, bu dəvəti edirəm Nicat Ertürk adına.